Könül Xasıyeva. Bu adın Azərbaycan musiqi tarixində öz yeri, öz çəkisi var. Şəkidə, qədim Nuxa torpağında doğulan bu səs özünü uşaq yaşlarından şöhrətin zirvəsinə ucaltdı. Korifey sənətkarımız Şövkət Ələkbərovanın Bülbüllər qrupunda ulduzu parlayan Könül, qısa zamanda hər bir Azərbaycanlı ailəsinin sevimli müğənnisinə çevrilir. Yaşının az olmasına baxmayaraq, o həm də muğam bilicisi kimi qəbul edilməyə başlanır. Dəlirdin eşqimiz, hey ucalandı, gəl bir qismətimiz haracalandı. Şadlıqda, sevincdə, qəmə qalandı, bizim qismətimiz ayrılıq oldu. Savadlı xanəndə özünə məxsus səsi ilə bir çox muğamlarımıza məxsus rənglər qatıb. Könül Xasıyeva həm də gözəl ailə başçısıdır. Oğul anası olması onu biraz səhnədən uzaqlaşdırsa da bu fasilə uzun sürmədi. Anşlaqlı konsertlər verməsi bir daha sübut etdi ki, xalq öz sənətkarına layiqli qiyməti verməyi yaxşı bacarır. O həyatda acı dolu günlər də yaşadı. Şəm oldun başıma dolanmadın sən, bu eşqin adına qalanmadın sən, bizim qismətimiz ayrılıq oldu. Bacılarından birini vaxtsız itirən Könül xeyli vaxt depressiyada da yaşadı. Həyatın bu acısını dəf etməyin öhdəsindən özü gəldi. Qələmə güc gəldi. Yaşadıqlarını şeiriyyata köçürdü. Göz yaşları ilə yazdığı şeirləri kitabında toplandı. Güclü qadın kimi tanıdığımız Könül Xasıyeva bugün gün keçirdə yaşadıqlarını sizinlə bölüşməkdən çəkinməyəcək. Gəlin, sevdiyimiz sənətkarın etiraflarını öz dilindən canlı-canlı eşidək. Çok severim. Biz bilirik ki, müəyyən məqamlar var ki, siz bu haqda danışmaq istəmirsiniz. Ona görə də artıq sizdən öncə bütün həyatınız haqqında informasiyanı verdik. Çok sağ olun, teşekkür ederim. Əminəm ki, bugün ümumiyyətlə tamaşaçılar sizin səsinizi daha çox dinləmək istəyirlər. Çünki həyatınızla bağlı müəyyən verilişlər olub, bütün bu haqda da xəbərimiz var. Amma atasız uşaqlara şeir yazmışsınız. Səbəb nə olub? Bir dəfə Nani xanım, bu bizim Peyğəmbər ocağı saydığımız Beyləqan torpağında məclisdəydim. Beyləqanda yazıb yaradan bir gözəl şair var, Gileyli bəylər. Mən onun şeirlərindən də çox istifadə edirəm. Bir məclislərin birində bəylər müəllim atalı olanlar ürəkli olar şeirini oxudu, öz şeirini. Gəldim evə yol boyu düşündüm ki, bəs atasız uşaqlar necə olur? Yəni bu mövzu o qədər beynimdə mənim keçdi ki, günlərin biri, lap elə bu günlərdə, bu 3-5 gün bundan qabaq şeirə döndü. İcazə versəydiniz 8 kuplet. Yeni yazmışsınız? Bəli, yeni yazmışam. Atanız həyatdadır mı? Bəli. Allah canı sağ eləsin. Atam həyatdadır, uzun ömür, can sağlığı arzulayıram, amma ətrafımda atası olmayan uşaqlar çoxdur. Mən onlarla demək olar ki, hər gün təmasda oluram. Bacımın balaları var, qonşumuzda var. Ona görə mən bunları gözümün şahidi olmuşam. Yəni, bəli, bir rəfiqəmin balası, daha doğrusu iki rəfiqəmin balası bugün atasız böyüyür. Mən o çətinlikləri, o məşəqqətləri düşünə-düşünə yəqin ki, bu şeir ortalığa gəldi. İcazə versəydiniz, çox vaxt almazsa, mən bu şeiri deyim. Təbii ki, sizin yazdığınız şeir bizə maraqlıdır. Dözüb məşəqqətə, dözüb ağrıya, o baxmaz şirinə, baxmaz acıya, dərdini söyləməz ana bacıya, atasız uşaqlar ürəksiz olar. Ürəyi bir nazik telə bənziyər, dərdi aşıb daşan selə bənziyər, saralıb soluqmuş gülə bənziyər, atasız uşaqlar ürəksiz olar. Baxışı yandırıb yaxar adamı, yerlərdən göylərə çaxar adamı, gülüşü göz yaşı sıxar adamı, atasız uşaqlar ürəksiz olar. Min cürə qovqada, qalda başları, olmaz harayları, olmaz hayları, üz gözündən yağar fağır halları, atasız uşaqlar ürəksiz olar.
Gözləri həmişə qüssədə, qəmdə, əlləri həmişə kəsirdə, kəmdə. Yanında gülsə də ağlayar gendə. Atasız uşaqlar ürəksiz olar. Həmişə yollara dikilər gözü, bilinməz söhbəti, bilinməz sözü. Sındırmaz kimsəni, sınsa da özü. Atasız uşaqlar ürəksiz olar.